الحمد والثناء لله رب العالمين والصلاة والسلام على عبد الله ورسوله وصفيه وحبيبه وحافظ سره ومبلغ رسالته سيدنا ونبينا ومولانا أبي القاسم المصطفى محمد اللهم صل على محمد وآل محمد وعجل فرجهم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين سيما الحجة بقية الله الأعظم أرواحنا له الفداء ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Kur'an-ı Kərimin Rəd surəsinin bir neçə ayəsində Allah ağıllı insanların nişanələrini sayır. O insanlar ki ağıl sahibidirlər, təfəkkür sahibidirlər, ağıllı adamdılar. Ağıllı insanların əlamətin nişanəsi hansılardır? Bu bəhsin bizim mövzumuzla da əlaqəsi var. Səbr mövzusunda neçə cümlə danışırdıq. Bugün inşallah bu mövzunu tamamlayarıq. Bu ayədə Allah ağıllı adamların nişanəsindən danışır. Buyurur, ağıllı adamlar kimlərdir? Əl-ləzīnə yufūnə bi'əhdillah və la yanquzunəl misaq. Buyurur, ağıllı insanlar o insanlardır ki, ilahi əhdə vəfa eləyərlər. İlahi əhdə vəfa eləyərlər və heç zaman əhdi sındırmazlar. İlahi əhdə vəfalı olarlar və əhdi sındırmazlar. Əhdullah ilahi əhd deməkdir. İlahi əhdin mənası nədir? İlahi əhd nə deməkdir? Allahın bəndələri ilə hansı əhdi var ki, Allah buyurur, o əhdə sadiq qalanlar ağıllı adamlardır. O əhdin biri Quran-ı Kərimdir, Allahın kitabıdır. Quran Allahın bəndələri ilə əhdidir. Hədisdə var, hər gün Quran oxuyanda insan hər gün əhdini təzəliyir öz Rəbbi ilə, Allah ilə. Allahın əhdi Qurandır bəndələrinə. Bu bir. İkincisi nədir? Allahın əhdi bir neçə mənadadır, biri də indi deyəcəyim mənadır. Bu elə bir əhddir ki, insan onu sındırsa, onun nə namazı qəbul olacaq, nə orucu qəbul olacaq. O bir ömür ola bilər ibadət eləsin, amma bu əhdə sadiq qalmasa ondan qəbul eləməyəcəklər. Bu belə bir əhdir. Bunu sünni alimləri və şiə alimləri hamısı yazıb kitabında. O əhd nə əhdir? İstəyirəm sözümə Qurandan sübut gətirəm. Ən tutarlı sübut Qurandan gələn sübutdur. Və xahiş edirəm sizdən bu ayələrə çox diqqət edin. Bu ayələrdə bir dünya mənalar var. Allahın əhdi nədir? Quranın Bəqərə surəsindən istəyirəm sizə dəlil gətirəm. İzah verəm sizə. Buyurur, və izibtəla İbrahim Rabbuhu bi kəlimat. Buyurur, Allah İbrahim Peyğəmbəri müxtəlif hadisələrlə imtihana çəkdi. Həzrəti İbrahimi. İmam Baqir əleyhissalam buyurur ki, 30 hadisə ilə İbrahim sınağa çəkildi. 30 hadisə ilə. 30 dənə imtihan, ağır imtihan verdi, ta oldu İbrahim.
O ki oldu İbrahim Xəlilullah, Allahın dostu, o bizim tanıdığımız İbrahim, o İbrahim ki onun şəninə Quranda bir surə nazil olub, adı İbrahim surəsi. O məqama çatmaq üçün İmam Baqir əleyhissalam buyurur, 30 imtihan verdi Allah Həzrət İbrahimə. Birində də demədi ki, vay dözə bilmirəm. Bir dəfə də demədi. Bir bu imtihanları səbirlə, gözəl şəkildə qəbul elədi. Onlardan ancaq birini deyirəm mən. 30'unu saymağa vaxt yoxdur, bəhsdən də uzaqlaşmayaq. Bir imtihanı deyirəm, o bu idi ki, İbrahimin 80 yaşı var idi. Bəziləri çox da deyiblər. Onun övladı yox idi. 80-90 yaşında Allah istəyir İbrahimə bir övlad verə ki, o bizim Peyğəmbərin atası olsun. Həzrəti Əlinin, xanım Fatimə-i Zəhranın, Əhl-i Beytin atası olsun. Yüzlərlə alimin, arifin, filosofun atası olsun. Elə bir övlad vermək istəyir. O övladın adı İsmaildir ki, bizim Peyğəmbər onun nəslindəndir. Allah əmr eləyir ki, İbrahim Peyğəmbər Hacərlə evlənsin. Hacər də cavan qızdır. İbrahim evlənir ondan. Evlənəndən sonra İsmail dünyaya gəlir. Gözəl bir yerdə yaşayırlar, Şam tərəfdə yaşayırlar. Şam tərəfdə də yerləri çox yaxşı olur. Bağın, bağçanın içində, bulağın, çayın arasında. Gözəl bir yerdə yaşayırlar. 80 il övladı olmayıb, belə bir gözəl, rahat məkanda Allah gözəl bir oğul verib, İbrahimin qəlbi ləzzət alır, aramlıq tapıb, keyf eləyir öz uşağı ilə. 2 aylıq oldu bu uşaq, 2 aylıq. 2 aylıq olanda dedi, bu uşağı da götür, anasını da. Allah dedi. Get. Harada desəm orada qoyub qayıdarsan. Demədi, niyə? Bəlkə elə bura yaxşıdır, burada yaşayaq. Demədi. Tutdu Hacərin, İsmail götürdülər qucağına, Hacərin əlindən getdi. O gözəl mənzərəli yerlərdən gəldilər Məkkə şəhərinə. 2 dağın arasında 60 dərəcə istidə, susuz, otsuz bir çöldə, nə bir ev var orada, nə su var, nə ot var, nə yeməyə bir şey var, nə içməyə. Heç nə yoxdur. Ora ki çatdı, Allah dedi, İsmail'i da, Hacəri də qoyursan burada qayıdırsan. Dedi, baş üstə. Day, niyə yox? Bəs bunlar necə qalacaq burada? Bəs bunlar nə yiyəcəklər, nə içəcəklər? Sual zat yoxdur. Dedi ki, qoyursan, qayıdırsan, dedi, baş üstə. Qoydu Həzrəti Hacərlə İsmail'i qayıtdı, getdi. Bu bir imtihan, 30'dan biri. Onların hamısı da öz yerində, öz imtihanlar, sınaqlar. Bunlardan sonra elə ki, çıxdı İbrahim Peyğəmbər bu imtihandan, Allah görün nə buyurur. Və izibtəla İbrahimə Rabbuhu bi kəlimat. Allah İbrahimi bir neçə hadisə ilə sınağa çəkdi. Fəətəmməhun. İmtihanlardan çıxdı. Ondan sonra nə oldu? Allah buyurdu. İnni cailükə linnasi imamən. İndi mən səni imam seçdim cəmaata. İndiyəcən Peyğəmbər idin. İmamət məqamının qiymətini Allah bu ayədə bildirir ki, imam məqamı necə uca bir məqamdır. İndiyəcən Peyğəmbər idin. 30 imtihandan sonra indi layiq oldun imamətə çatasan, oldun imam. Biz ki deyirik 12 imam, onun dəlili Quranın özündəndir. Bu Quran ayələridir. Bir peyğəmbərlik məqamı var, bir imamət məqamı var. Bəzi peyğəmbərlər ancaq peyğəmbər olub, bəziləri həm peyğəmbər olub, həm imam. Burada söhbət imamət məqamından gedir. Sən ki sınaqlardan çıxdın, indi daha yüksək məqam sənə verilir. Yəni imamət peyğəmbərlikdən üstün məqamdır.
Aşağı məqamdan üstünə keçərlər də, imtahandan çıxar, yəqin ki, üstünlüğünü verərlər. Bu gündən sən oldun imam, özdə insanlar üçün imam, linnas. Müsəlmanlar üçün yox, insanlar üçün imam oldun. İbrahim Peyğəmbər Allahın sözü qutaran kimi belə dedi, qalə və min zürriyyəti, mənim nəslimdən də imamlar seçəcəksən, nəslimdən. Allah cavab verdi, la yanalu əhdi əz-zalimin. Mənim əhdim günahkarlara aid olmayacaq. Bu da imamın məsumluğunun sübutudur. Quran buyurur ki, seçəcəm sənin nəslindən imam. Amma onlar zalimlar, öz nəfsinə zülm eləyənlər olmayacaq. Yəni günahkardan imam olmaz. İmam gərək məsum olsun. Bu da ikinci söz imamət barədə. Və bəhsimizə aid olan mövzu nədir? Allah imaməti mənim əhdim deyir. Yəni imamət mənim bəndələrimlə bağladığım əhddir, peymandır. O ki dedi bir əhd Qurandır, ikincisi nədir? İkincisi də Allah bu ayədə deyir. Mənim əhdim, yəni imamət ancaq pak insanlara aiddir. Yəni imamət Allahın bəndələrlə bağladığı əhddir. İmamlar Allahın insanlarla bağladığı əhdin özüdürlər. Yufunə bi əhdillah. Qayıdıram öz mövzumuza. Ağıllı adamlar o adamlardır ki, əhdə vəfa eləyərlər. Yəni nə? Yəni, əli ilə ki, əhd bağlayıb Allah, əlini insanlara verib, əli Allahın əhdidir bizlə. Həzrəti Əliyə sadiq qalarlar. İmam Həsənə sadiq qalarlar. İmam Hüseynə sadiq qalarlar. Əhdə vəfanın mənası budur. Onlara sadiq qalmaq nədir? Yəni, onlar necə yaşayıb, bunlar da elə yaşayarlar. Namaz qılmayan Əliyə sadiq ola bilməz. Əgər mən Əli ilə əhd bağlamışamsa, gərək həyatım ona uyğun ola. Əli ilə əhd bağlayan insanın xanımı gərək hicab geyinə. Əli ilə əhd bağlayan insanın ailəsi gərək onun ailəsinə layiq ola. Əməli onun əməlinə layiq ola. İbadəti onun ibadətinə oxşaya. Və bir dənə də məsələ var ki, əlini qəbul eləyəndən sonra düşmən də diz dayanmır. Bugün gözünüzü açıb dünyaya baxsınız, görərsiniz, bütün davalar əlinin adı ilandır. Hamı dava eləyir, əlinin İslamı ilə, başqa İslamla qorxuları yoxdur. Bugün əl-ələ veriblər, hamısı bu ilə mübarizəyə qalxıblar. O İslam ki, orada Əliyən Vəliyullah var, o ilə vuruşurlar. Bütün bu şeylərin qarşısında insan əhdini sındırmaya, əhdinə sadiq qala, Allah ağıllı insanın nişanəsi kimi bunu bildirir. Neçə nəfər olub, hüzrü gətirdilər öldürməyə, dedilər bir kəlmə denən mən Əlidən döndüm, Əli mənim imamımdır, sən öldürməyəcək. Bax, bu qəbri də qazmışıq, qılınc da əlində cəllad dayanıb, bir dəqiqədən sonra sənin başını kəsəcək. Heç nə istəmirik səndən. Bir dənə denən, mən Əlidən döndüm, Əli mənim imamımdır. Bunu denən, azadsan. Qolundan zənciri açırıq, getdin. Dedi, and olsun Allaha, o iti qılınclar ki, qınımdan çıxıb mənim başımı kəsməyə, onların zərbəsi bu sözdən mənə daha şirindir. Mən necə deyim, Əli mənim imamımdır. Mən bir ömür arzulamışam bu imamət yolunda, vilayət yolunda canımdan keçəm. İndi məqamı yetişib, mən sevinmək əvəzinə əhdimdən dönüm, Əliyə xəyanət eləyim axır nəfəsində, ondan sonra nə qədər yaşayacam? Nə olsun ki, 5 il artıq yaşayacam? Amma Əlisiz yaşamaqdan ölüm ondan yaxşıdır. Bir həyat ki, orada Əlinin adına xəyanət olacaq. Ondan sonra bunu danışmışıq. Dedi ki, başımı kəsməmişdən əvvəl oğlumun başını kəsin. Gözümlə görüm oğlumun başı necə kəsilib düşür yerə. Çünki qorxuram birdən oğlum mənim ölümümü görə Əlidən dönə. Ona görə mən istəyirəm gözümlə görəm necə balam məndən əvvəl
Əlinin vilayəti yolunda doğranır. Başı kəsilib yerə deyirrənə düşdü, getdi. Gedəndə bu səcdiyə getdi, dedi, Elhamdülillah Rabbil Aləmin. Dedi, şükran lillah. İlahi, sənə şükr edirəm ki, bu saadəti mənə nəsib elədin. O insanlar ki, Əhl-i Beytlə əhd bağladılar, imaməti qəbul elədilər, son nəfəslərinə qədər imamətə sadiq qaldılar. Bu insanların qiyməti var. 28 yaşında Qeys ibn Müsəhhər var idi, İmam Hüseynin sahabəsi idi. Eşitmişsiniz adını. O hadisənin böyük qəhrəmanlarından biridir. Kufə şəhidlərindəndir o. Kərbəladan əvvəl şəhid oldu o. Düz 4 dəfə Məkkə, İraq yolu, Kufə yolunu gedib gəlir. İmam Hüseynin sözünü Kufəlilərə çatdırır. 50 dərəcə istidə atına minir, təhlükəli yolu gedir. İmam Hüseyn ağanın sözünü Kufəlilərə çatdırır. Düz 4 dəfə bu yolu gedib gəlir. 4-cü dəfəsində Kufənin qoşununun başçısı Həsin ibn Numeyr. Həsin ibn Numeyr kimdir? Bu adamın adı belə idi. Baxır, görür, Qeys gəlir. Görən kimi deyir, bilirəm Məkkədən gəlirsən. Məkkədən gəlirsən. Hüseyin ibn Əlinin məktubunu gətirmirsən, onu da bilirəm. Məktubu bura ver görün. Deyir, məktubu udmuşam, yemişəm. Doğramışam, udmuşam. Dedi, qollarını bağlayın, aparın İbn Ziyadın yanına. İbn Ziyad oturub sarayda bunu gətirdilər. Girdi içəri, salam vermədi. Dedilər, əmirə salam vermirsən. Dedi, bu kimdir? Bu mənim əmirimdir. Mənim əmirim Hüseyin ibn Əlidir. Mən bu dili çöldən tapmamışam ki, belə nalayiq insana salam verim. Bu dil Allaha məxsusdur. Bu dili Allah mənə verib. Bu dillə mən bu insana salam verməyin hesabından qorxuram. Hədisdə var, kim bir adama var dövlətinə görə, vəzifəsinə görə salam versə, dininin 1/3 əldən getdi. Bu salamın hesabı var. Kimlə salamlaşacaqsan, kimlə yox. İbn Ziyad da qəzəbli halda dedi ki, məktub hanı Hüseynin məktubu? Dedi, cırdım ki, sənin çirkin əllərə düşməsin o məktub. Dedi, Hüseyin kimə məktub yazıb, ad və ad bilirsən? Dedi, hamısını ad və ad tanıyıram, bilirəm. Dedi, adlarını denəm. Dedi ki, yox, biz imamımızın sirrinə xəyanət eləməliyik. O ki, dedim, imam Allahın əhdidir, bu hadisə onu təfsir eləyir. Əhdullah imamdır, bu hadisə onu təfsir eləyir. Dedi, aparın bunu Darul İmarənin 4-cü mərtəbəsindən başını əvvəl kəsin, bədənini atın, başını da vurun nizəyə. Zərrə qədər nə qorxdu, nə də rəngi saraldı. Üzünə baxırlar, heç halında dəyişiklik yoxdur. Yufunə bi əhdillah. Ayə ki buyurur və bu insan haqqındadır. Əcəb səbr elədi. Apardılar, başını kəsdilər, cənazəsini atdılar, xəbər çatdı İmam Hüseyin ağaya. İmam Hüseyin ağa da Məkkədən çıxıb Kufəyə gedir, Kərbəlaya gedir. Xəbər İmam Hüseyin ağaya çatanda nə dedi? Dedi, Allah onu bağışlasın, yox, belə demədi. Dedi, yaxşı insan idi, Allah rəhmət eləsin, belə demədi. Deyirlər, əvvəl ağladı İmam Hüseyin ağa, Qeysin şəhadət xəbərinə. Çox ağladı, gözünün yaşı üzünü islatdı. Ondan sonra ayə oxudu, bu ayəni oxudu. Buyurdu, minəl mu'mininə ricalun sədəqu ma'ahədullah aleyh. Möminlərdən elələri var ki, Allahın əhdinə sadiq qaldılar. Allahın əhdi, yəni mənə, imamətə. İmam yolunda canından keçdilər. فَمِنْهُمْ مَنْ قَزَى نَهْبَ Və bu yolda öldürüldülər. وَمِنْهُمْ مَنْ يَنْتَزِرْ Və biz də qalmışıq ölümün arzusunda, ölümü gözləyirik. Həmin bu ayəni İmam öz sahabəsi barədə oxudu. Allah ağıllı adam haqqında danışanda birinci nişanəsi budur ki,
əlini tanıya və ölənəcən əliyə bağlılığını itirməyə. Qiyamət günü kim əlisiz məhşərə gəlsə, Allah deyəcək cənnətdə sənin yerin yoxdur. Bunu şiyələr deyir, vallah yox. Bunu bütün alimlər, əhl-i sünnət, şiə alimlərinin hamısının kitablarında buna uyğun çox hədislər tapa bilərsiniz. Kim əli ilə gəldisə məhşərə, əlinin qoxusu bundan gəldisə, deyəcəklər buyur. Olmadısa namaz gətirsən, bir ömür namaz gətir, həcc gətir, o həcci namazı insandan qəbul eləməzlər. İnsandan qəbul eləməzlər. Bugün Allah bizim də adımızı o siyahıya yazıb. Yazıb o siyahıya. Hələ ki o siyahıdadır. Çox çətindir bugün əliyə bağlı olasan və yaşayasan bu fəsadın, bu günahın içində. Peyğəmbərin sahabələrindən çoxunu mən deyirəm, alimlər deyirlər bu sözü, çoxunu dirildib gətirəsən bugün Bakıya gələ çıxa, gün ortadan gəlsə axşam bəlkə Allahın dinindən çıxar. Peyğəmbərin sahabələrindən danışıram. Bəlkə heç axşama qədər imanda qala bilməz, amma sizlər qalmısınız. Hələ ki qalmışıq. Amma bilinmir kimin axırı necə olacaq. Ona görə bizə deyiblər, həmişə dua eləyin ki, əlinin vilayəti ilə dünyadan köçə biləsiniz. Bu halda getsöz çox yaxşıdır, amma bu çox çətin məsələdir. Və qayıdıram öz mövzumuzun üstünə səbr haqqında. Bunu da deyim və qısa şərh eləyim, sözümü yavaş-yavaş tamamlayayım. Ağıllı adamın bir nişanəsi də budur. Vəllezine səbəru ibtiğaə vəchillah, vəchi rabbihim. Buyurur, ağıllı adamın bir əlaməti də budur ki, Allaha qovuşmaq ümidi ilə çətinliklərə səbr eləyər. Bugün səbr mövzusunu qutaraq sizə 3 ayə oxuyayım Qurandan, səbr barədə. Fikirləşmirəm ki, Quranda səbr haqqında bundan daha gözəl ayə olmuş olsun, bu 3 ayədən daha gözəl. Siz də baxın Qurana, mən baxırdım bu mövzunu hazırlayanda, səbr haqqında müxtəlif ayələr var idi, amma bundan daha gözəlini o ayələrin içində tapmaq mümkün olmadı. Siz də baxın, əgər tapsız deyirsiniz, baxarıq ona. Buyurur, Əl-ləzinə qalu, Rabbunəllah, thumma istəqamu, tətənəzzəlu aleyhimul mələikə, Əllə təxafu, və la təhzənu, və əbşiru bil cənnətəlləti kuntum tu'adun, Nəhnu əvliyaukum fil həyatid dünya və fil axirə və ləkum fiyha ma təştəhi ənfusukum və ləkum fiyha ma təddəun nuzulən min qəfurir rəhim. Bu, bunun ərəbcə ayənin mətni idi ki, sizin üçün oxudum. Səbirlilər dahi nə istəyir bundan artıq? Ki, daha nə vermək olar insana bundan artıq? Bu əvəzə görə ki, Allah səbirlilərə bu ayədə müjdə verir, insan layiqdir ki, bir ömür yaşasın, günaha desin, mən səni istəmirəm. Bir ömür yaşasın, ibadətə desin, mən səni çox istəyirəm. Allahdan gələn çətinliklərə səbr eləsin, bu ayədə olanları insan bir dəfə başa düşsə. Nədir bu ayənin tərcüməsi? Yaxşı diqqət edin. Əl-ləzinə qalu Rabbunəllah. O kəslər ki, dedilər, Rəbbimiz Allahdır. Pul bizə məbuddur. Vəzifə bizə məbuddur. Qadın bizə məbuddur. Bunların heç biri bizə Rəbbdir. Bizim nəfsimiz bizim Allahımızdır. Bizim Rəbbimiz qalu Rabbunəllah. Rəbbimiz Allahdır. O nə desə baş üstə. Bunu dedilər, sonra da thumma istəqamu. Bu sözün üstündə ölənəcən durdular. Çünki bunu deyəndən sonra şeytan başlayır. Bunu deməyənə qədər yox. Mən bunu bir dəfə sizə demişəm. Bir nəfər danışırmış ki, İranda yaşayırmış. İranda da inqilabdan qabaq kommunist əqidəsi çox inkişaf eləmişdi.
O inqilabdan sonra tövbə eləyib müsəlman olub, yəni İslama gəlmişdi, namaz qılırmış. Deyim, mən kommunist olan vaxt biz gedirdik başqa yerlərdə dincəlməyə də, onların adətləri var idi belə. Qadın, kişi bir yerdə gedirdik, çadır qururduq, yatırdıq, dururduq. Heç rahat. Namaz qılandan sonra bir qadının ayağının səsini eşidirəm, görürəm, narahat oluram, günaha tərəf meyillənirəm. Ona görə ki, şeytanın işi iman əhli iləndir. O adam ki, azıb yoldan çıxıb, onsuz da səhv yoldadır, ondan işi yoxdur. Onun nəyə vəsvəs eləsin? O qadınla günah elədi nə olacaq, eləmədi nə olacaq. Onsuz da günah içindədir o. Amma iman əhli, əlləzinə qalu Rabbunallah, o şəxs ki, elan elədi ki, mənim Rəbbim Allahdır. Həm insandan olan şeytanlar, həm cindən olan şeytanlar, həm xarici şeytanlar, həm batini şeytanlar hücum çəkir insanın üstünə. Biri göz ağardır, biri təhdid eləyir, barmaq yelləyir, biri qorxudur, biri öldürür, biri zindana salır. Rəbbim Allahdır deməklə. Bunu dedilər, summəstəqamu, ölənə qədər də dayandılar. Bunların çətinliyi nə vaxta qədərdir? Bu ayədə Quran buyurur, ölüm mələyi gələn vaxta qədər. Elə ki, ölüm mələyi gəlir bunların başının üstünə canlarını almağa, Allah deyir, dayan hələ, dayan. Hələ bundan işimiz var bizim. Tələsmə bunun canını almağa. Tətənəzzəlu aleyhimul mələikə. Rəhmət mələklərini Allah göndərir onun yatağının kənarına. Quran deyir bu sözü. Mələklər gəlir, bu can verir, ailəsindən ayrılır, xanımından ayrılır, dükanı qalır, bazarı qalır, kimin nəyi qalır, qoyub gedir bunları. Muhammed Ali, Muhammedə salavat deyək. Allahümmə səlli əla Muhammed və Ali Muhammed. Bu şeylərdən ki ayrılır, mümkündür qəm-qüssə içində ola. Mələklər gəlir buna deyir, Əllə təxafu, qorxmayın. Və la təhzənu, qorxma sən, qorxulu bir şey yoxdur. Qonaqlığa gedirsən sən, ziyafətə gedirsən, qonaq çağırıblar səni. Qonaqlığa gedən qorxmaz. Bilirsən, kimin qonaqlığına gedirsən? Allahın qonaqlığına. Allaha qonaq gedirsən. Sən baxma, səni aparırlar, tabuta qoyacaqlar, yuyacaqlar, qəbristana, torpağın altına qoyacaqlar. Bu bədənvə aid olan işlərdir. Bir zaman sən dünyaya gələndə hər bir uşağın ana bətnində qidası qarnından bir kanal vasitəsilə gəlir, çatır insana. O ki, dünyaya gəlir, onu kəsirlər, həkim verir, bir aparın, bastırın torpağa. Tabi buna lazımdır. Orada lazım idi. İndi lazımdır. İndi də ki, sən bərzəxə gedirsən, bu bədən sənə yükdür. Bu sənə lazımdır. Bunu verir övladlarına, dostlarına, qoysunlar çiyninə, aparıb qoysunlar, torpağın altında qalsın. Əmanət qalacaq, gözləyəcək. Ruhun da gedir Allahın yanına qonaq. Bir gün qiyamətdə təzdən qayıdacaq, çünki sənə bədən cənnətdə lazım olacaq. Halal şəhvətlər var, halal yeməklər var, onlar üçün bədən sənə lazım olacaq. Amma bərzəxdə artıq yükdür sənin üçün. O gedir torpaq altına, ruhun gedir Allaha qovuşmağa. Qorxulu bir şey yoxdur qabaqda. Və üzülmə, kədərlənmə. 200 kvadrat evin qalıb, qoy qalsın. Nə boyda dükanın qalıb, fabrikin, zavodun qalıb, qoy qalsın. Onları ver bizə, əvəzində sənə cənnət verək. O cənnət ki, onun genişliyi göylər və yerlər qədərdir. O cənnəti verək sənə. Və əbşiru bil cənnətilləzi ləti kuntum tu'adun. Sonra deyərlər, nəhnu avliyaukum fil həyatid dünya və fil axirə. Biz dünyada sənin dostların idi, axirətdə də səndən. Mələklər deyər, sən xəbərin yox idi, sən yol gedirdin, minlərlə bəladan, günahdan səni biz qoruyurduq. Amma bundan sonra görəcəksən, cənnətə qədər səni yola salıb, sonra çıxıb gedəcək işimiz üçün. Bizim işimiz budur ki, sənlə olaq. Ondan sonra nə? Ayənin axırına gəlirəm. Cənnətə ki girdin və ləkum fiha ma təştəhi ənfusukum. Nə ürəyindən keçsə cənnətdə var sənin üçün.
Nə ürəyindən keçsə. Da orada Allah deməyəcək namaz qıl, oruç tut, az qal, susuz qal, qutardı da. İndi sən deyəcəksən, mən filan şey istəyirəm, mən deyəcəm baş üstə. İndi belə olacaq. Ürəyindən nə keçsə orada sənin üçündür. Nə ürəyindən keçsə. Və ləkum mə təddəun. Ürəyindən nə keçsə cismivə aiddir. Və ləkum mə təddəun. Nə istəsöz mənəvi neymətlərə aiddir. İstəyirsən İmam Hüseyin ağa ilə görüşəsən, baş üstə. İstəyirsən Peyğəmbərin qonşusu olasan, cənnətdə. 1000 illər əbədi Peyğəmbərin cəmalına baxasan, bir şəhid dünyadan getmişdi. Dedi ki, cənnətin neymətlərini bizə verdilər, yuxusuna gəlmişdi dostunun. Dedi, onlar hamısı öz yerində. Hərdən bir İmam Hüseyin ağa ilə görüşürük. İmam Hüseyin ağa ilə orada görüşəndən sonra qayıdıb gələndə günlərlə məst oluruq biz o ləzzətdən. Bu da cənnətin o biri neymətləri bir müddət yadımızdan çıxır. Qərq oluruq o ləzzətə. Onun üzünü görmək cənnətdə bir başqa ləzzətdir. Allah buyurur, o da sizlər üçündür. Və bunların hamısını deyəndən sonra buyurur, nuzulən min qafurir rəhim. Bütün bunlar hamısı ən gözəli budur ki, Allah qonaqlığıdır. Bunu kim verir sizə? Bunu sizə Allah bəxş eləyib. Bütün bu müjdələr səbirlilər üçündür. O adam ki, səbri yoxdur, bunlara çata bilməyəcək. O adam ki, günah qabağında, ibadətin çətinliyinə və müsibətlərə, bəlalara dözə bilir, o dərəcəyə çatır ki, onun gözü Peyğəmbərin üzünə baxmaq ləyaqətinə çatsın. Onu bu insanlara Allah nəsib eləyəcək. Allah bizi səbirli bəndələrindən qərar versin. Allahümmə inna nəsəlükə və nəd'uk. باسمك العظيم الأعزام الأعز الأجل الأكرام وبالحسين يا الله 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 İlahi əllərimizi naumid qaytarma. Amin. Amin deyən dilləri lal öldürmə. Amin. Bağışlamamış bizi.